وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى فَادْعُوهُ بِهَا وَذَرُوا الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَائِهِ سَيُجْزَوْنَ مَا كَانُوا يَعْمَلُونَ. بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين أما بعد السلام عليكم ورحمة الله وبركاته muhterem Müslümanlar. Bugün yine Allah'ın izniyle əvvəlki videolarımızda bildirdiyimiz kimi icmanın vacib olduğunu, hüccət olduğunu səhih dəlillərlə Quran, sünnə və alimlərin sözlərinə dayanaraq səhabələrdən nümunə götürərək bildirəcəyik və bunu inkar edənlərə bu dəlilləri göstərərək cavab verəcəyik ki, baxın, bu dəlillər, bu da siz fikirləşin, doğru yolu görün. Yəni bu üçüncü hissədir, inşallah davamı da olacaqdır. Burada əvvəlki videolarımızda bildirdiyimiz kimi ilk öncə Quran ayəsi ilə Allah Azza və Cəllənin sözü ilə başlamaq istəyirəm. Necə ki biz əvvəlki videolarımızda Ən-Nisa surəsinin 115-ci ayəsini bildirmişdik və indi də Allahın izni ilə Əl-Bəqara surəsinin 143-cü ayəsini bildirəcəyik ki, ilk onunla başlayacağıq. Orada Allah nədən danışır? Birlikdən və şahid olmaqdan ki, siz bir olun, birlik olun, sizi bir etdik, sizin də üzərinizə şahid qoyduq. Yəni sizi görən biri üzərinizdə var, sizi izləyir. Allah və Rasulü. O da Əl-Bəqara surəsinin 143-cü ayəsindədir. Allah Azza və Cəllə o ayədə belə buyurur. Bismillahirrahmanirrahim. وَكَذَلِكَ جَعَلْنَاكُمْ عُمَّةً وَسَعَةً لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ. Allah Azza və Cəllə buyurur ki, beləliklə biz sizi orta bir ümmət etdik. Birlikdən danışır, bax. Orta bir ümmət. İttifaqa gətirdik, orta bir ümmət etdik. Siz insanlara şahid olasınız. Anında nə deyir? لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ. İnsanlara şahid olun və yəkunər rəsulə aleykum şahidə. Rasul da, Allahın elçisi də, nəbisi də sizə şahiddir. Bax, şahid var üzərimizdə. Siz də şahid olun, Peyğəmbər də şahiddir ki, biz sizi orta bir ümmət etdik. Allah Azza və Cəllə buyurur. Kim bu sözə qarşı çıxar? Heç kim. Açıq, aydın dəlildir ki, birlikdən danışır, orta bir ümmət. Və nə deyir? وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنْتَ عَلَيْهَا إِلَّا لِنَعْلَمَ مَنْ يَتَّبِعُ الرَّسُولَ. Rasulə. Və nə deyir davamında? Deyir ki, biz əvvəl üst tutduğun qibləni ancaq ona görə təyin etdik ki, Peyğəmbərin ardıyca gedənləri üz döndərənlərdən fərqləndirək. Peyğəmbərin ardıyca gedənləri, onun ardıyca uyanları kim uydu? Səhabələr, sonra ona tabinlər, ona ətbə tabin, ona da biz uymalıyıq, yəni bacardığımız qədər. Mümkünsə tam. Mən yəttəbi'ur rasulə. Ona ittiba edənləri, yönələnləri. Ona ittiba edənləri, yönələnləri. Mimmən yənqalibu alə aqibə. Alə aqibə. Nə deyir? Və davamında deyir ki, bu Allahın doğru yola yönətdiyi şəxslərdən başqa hamısına ağır gəlir. Yəni aqibəti yaxşı olanlardan başqa hamısına ağır gəlir bu məsələ. Və indi ağır gəlir də çoxsa. Biz deyirik ki, o nə yol deyir? Quran bunu deyir də, hüccət dediyin Quran bunu deyir. Buna çağırır. Və in kanat la qabiratan illa alallazina hadallah və ma kana Allahu li yud'a imanakum innallaha bin-nas la raufun rahim. Nə deyir? Və deyir ki, Allah sizin imanınızı puç etməz. Həqiqətən də Allah insanlara qarşı rəhimdir, qafurdur, şəfqətlidir. Açıq aydın buyurur. Yəni nədən danışır? Birlikdə olanlara qarşı Allahın müjdəsini verir. Allah rəhm edəcək, bağışlayacaq. Onlar ki, Rəsulun yoluna üst tutdular. Rəsulun yoluna kimi üst tutdu? Sahabilər, 3 qeyli nəsil, tabiin, ətbə tabiin, biz də onlara uyuruq. Onlara uyduğumuz zaman Rəsula uyuruq. Allah da deyir, kim Rəsula uyarsa,
Fakat Allah'a uymuştur, tabi olmuştur. Açıq aydın dəlildir bu. Elhamdülillah. Yəni bunu inkar etmək küfürdür. Bu Qurandır, hüccətdir, hüccət. Açıq aydın dəlildir. Açıq aydın dəlildir. Bunu inkar etmək küfürdür. Bilə-bilə inkar etmək küfürdür. Və yenə digər bir ayəyə gedirik. Ayələrlə başlayacağıq. Çünki ilk öncə Quranla dilimiz Quran, sünnə, icma və ya sahabənin fəhmi və ya sələfin fəhmi fərq etməz. Amma ilk Quran. İlk Qurandan dəlil gətirilməlidir. Yenə də Quranda Allah Azza və Cəllə buyurur ki, Fətih surəsində, Fətih surəsinin 18-ci ayəsində Bismillahirrahmanirrahim Ləqad radiyallahu anil mu'mininə Allah razı oldu onlardan. Kimlərdən? Ləqad radiyallahu anil mu'mininə iz yubayi'unəkə تحت الشجرات فعلم ما في قلوبهم فأنزل السكينة عليهم وأصابهم فتحا قريبا. O kəslər ki ağacın altında sənə beyət etdilər. Və onların yolu ilə gedənlər ağacın altında sənə kim beyət etdi? 1400 nəfər var idi. Bir yerdə gəlir 10.000, bir yerdə 20.000. Ən açıq dəlil 1400. Sahabələrdən 1400 el oradaydı. İndi sən 100 minlərlə gəlib çıxacaq. Əsas burada 1400-dən danışdı. Sonra tamamına yenə Tövbə surəsində Allah bildirir. Və burada da onları Allahın bağışladığını bildirir və onlara tabi olanlar, yəni onlar bağışlanıbsa, onlara tabi olanlar da bağışlanacaq. Onların yolu ilə gedənlər, onların ittifaqına, birliyinə tabi olanlar, onlar da hidayət olacaqlar. Çünki ayə ona işarət edir. Elhamdülillah. Sonra yenə Allah Azza və Cəllə Tövbə surəsində 100-cü ayədə bizi yenə kimlərin yoluna tabi olmağımızı açıq aydın bildirir. Açıq aydın bildirir ki, kimlərin yoluna tabi olun. 100-cü ayədə, Tövbə surəsi 100-cü ayədə görün Allah nə deyir? Bismillahirrahmanirrahim. Tövbə surəsinin 100-cü ayəsi. Baxın Allah burada nə deyir? وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُحَاجِرِينَ وَالْأَنصَارِ Nə? وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُحَاجِرِينَ وَالْأَنصَارِ Muhacirlər və ansar, onların öndə gələnləri, yaxşıları, onları nə deyir Allah? Və davamında nə deyir? Bax, وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانِ Və yaxşılıqda, xeyirxahlıqda, dində, şəriətdə onlara ittiba edənləri وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانِ Gözəl şəkildə onlara ittiba edənləri, onlara tabi olanlardan radiyallahu anhum və radu anh Allah razı oldu, onlar da Allahdan razı idi. Quran kimə çağırdı? Açıq aydın nə deyir? وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُحَاجِرِينَ وَالْأَنصَارِ Muhacir və ənsarlardan onlara yaxşı şəkildə tabi olanlar Muhacirinə vəl-ansar vəl-ləzinə təbə'uhum bi-ihsan İhsan, gözəl şəkildə vəl-ləzinə ittəbi'uhum onlara ittiba edənlərə, tabi olanlara, yönələnlərə radiyallahu anhum və radu anh Allah onlardan razıdır, onlar da Allahdan. Siz kimdən narazısınız ey bunları inkar edənlər? Bax, sizə səslənirəm. Biz buna çağırırıq, siz deyirsiniz, yox, dəlil yoxdur. Boş söhbət. İndi bilirəm, bunu da hansısa tərəfə yönəldəcəklər. Yox, bunun təfsirində belə gəlir, bu belə deyib. Abdullah ibn Abbas belə deyir, filankəs belə deyir. Açıq aydın ayədir, bax. Təfsirinə də baxa bilərsən. Elə, elhamdülillah. İmam Şafii, Nisa surəsi, Ən-Nisa surəsi 115 ilə Tövbə surəsi 100-cü ayəni izah edəndə, rahiməhullah İmam Şafii icmanı vurğuluyur orada yenə. İcmanı vurğuluyur. İbnül Qeyyim də vurğuluyur. İbnül Qeyyim də birlik var deyir orada. Radiyallahu anhum və radu anh və addə ləhum cənnatin təcri təhtəhəl anhəru xalidinə fiyhə əbədə. Onlara içində vaxt olmayan, yəni daimi hazır olan su, gözəl su, içməli bir şeylər axıdılan, bal, şərab olan cənnət hazırlanmışdır. İndi tərcüməni özüm edirəm. Ümumi mənazla tərcümədir bu.
Xalidinə fihə əbədə. Əbədi orada olacaqlar. Zəlikəl fəvzul azim. Bax bunlara böyük bir, əzəmətli bir qurtuluşdur. Əzəmətli bir sonuc var. Bunlar üçün əzəmətli bir axır var. Yəni axırları, dönüşləri gözəldir. Böyük bir yerdir. Əzəmətli bir bağçadır. Fəzilətli, mübarək. Orada cənnətdir deyir. Allah deyir ki وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانَ ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ. Onlar üçün de deyir fəvzul azim, bunlar deyir yox. Və ya biz deyəni yanlış anlayırlar. Ay qardaş, anlamayın biz deyəni yanlış. Biz bu ayənin dediyini deyirik. Mənasını alimlərin sözü ilə biraz daha da izahlaşdıraraq onu söylərik. Başqa heç bir şey demirik. Açıq aydın Allahın buyurduğudur. Elhamdülillah. Bunu kim inkar edə bilər? Sonra keçək sünnədən dəlillərə. Biz əvvəlki videolarımızda, video çıxışlarımızda bildirdiyimiz kimi İbn Məcə, Əhməd və digər yəni şəvahidlərlə bu hədis gəlibdir. Tirmizidə gəlir, İbn Məcə, İmam Əhməd gətirir Musnədində. Şeyx Albani, yenə deyirəm, dövrünün mücəddidi, muhaddisi, alləmə, Şeyx Nasiruddin Albani rahiməhullah deyir bu hədis səhihdir. Sən nə deyirsən? Sən ondan elmlisən. Sual verirəm, sən ondan elmlisən. Biz ondan elmliyik. Muhaddis deyil, muhaddis. Ərəbcə başa düşürsən də, sən muhaddis. Hədis işi ilə məşğul olan. Mücəddid. 6 alim ona mücəddid dedi. İbn Useymi, İbn Baz, rahiməllah və s. Sonra Şeyx Şüeyb el-Arnaud, o da öz dövrünün muhaddisi, İmam Əhmədin Musnədini şərh edib. Bu günə qədər heç kim etməyib onu, heç kim. Yeganə adamdır. İmam Əhmədin Musnədini şərh edib. Təhqiq. O nə deyir bu hədisə? Deyir, sahih. Hansı hədisdir? Lə təctəmi'u ümmətu alə dalalə. Mənim ümmətim zəlalətin üzərində icma etməz. Etdisə haqq üzərində edər. Etdisə haqq üzərində edər. Sonra nə deyir yenə? Həsən hədisdir. Bu da Tirmizi gətirir. 2166 nömrəli hədisdir. Yədəullahi ma'al cəmaə. Yədəullahi ma'al cəmaə. Nə deyir? Allahın yardım əli cəmaatın üzərindədir, birliyin üzərindədir. Bu hədisdə səhihdir, həsəndir. Səhihdir və həsəndir. Açıq aydın deyir. Yəni Allahın əli, yədəullaha, Allahın əli ma'al cəmaə. Cəmaatın birliyin üzərindədir. Birliyin üzərindədir. Sonra Abu Davudda gələn yenə bir hədisdə 4757 nömrəli hədisdə və İmam Əhmədin Musnədində 11641 nömrəli hədisdə səhih olaraq gələn hədisdə belə buyurulur. Səhih olaraq gələn hədisdə belə buyurulur. Mən faraqal cəmaətə şibran faqad xala'a ribqatəl İslam min unuqih. Deyir, kim cəmaatdan bir qarış ayrılarsa, boynundan İslam bağı çıxmış olar. Artıq o İslamın ipeyi ondan ayrılmışdır. İslamdan həmin adam ayrılmışdır. Nə deyəcəksən buna? Bu da zəifdir. 3 dənə hədis saydım, o da zəif, bu da zəif. Hansı sərf eləmədi, zəif. Sistemə vurun, zəif çıxır. Yeni bir sistem qurumsuz, orada nə xoşunuza gəlsə səhihdir, olmayan zəif. Sonra yenə bir hədis, o hədislərlə başlayırıq. Bunlar hamısı kitabdan götürülüb. Yenə bildirirəm, mənim rəfimdə 700-ə yaxın kitab var. 700-ə yaxın kitab. Mənim ehtiyacım yoxdur hansısa bir PDF-ə, hansısa bir daha doğrusu sayta. PDF var ərəbcə. Amma hansısa bir sayta ehtiyacım yoxdur dedim götürüm. Çünki kitab elhamdülillah əziyyət çəkib almışıq. Əziyyətlə. Heç kim göydən düşmür kitab. Nə sizə, nə bizə əziyyət çəkib alırıq. Bizə düşər bunu oxuyub anlamaq. Özümüzdən yeni sistem yaratmaq yox. Yenə nə deyir? Abu Davudda gələn hədis 4607 nömrəli, İmam Tirmizi 2676 nömrəlidə səhih hədisdədir. Səhih hədis. Şeyx Şüeyb el-Arnaud səhihdir. Hədis belədir. Aleykum bi sünnətihi. Şeyx Rabi İbn Hadi el-Mədxali rahiməhullah 3 dəfə bunu təkrarlayır. Deyir, aleykum bi sünnətihi, aleykum bi sünnətihi və sünnətil xulafəir raşidinəl məhdiyyin və iyyəkum və muqtədəhətil umur. Sizə mənim sünnəmi və hidayət olunmuş xəlifələrin sünnəsini tutmağa əmr edirəm
sonradan çıxan şeylərdən çəkinin. Siz sonradan çıxmısınız. Allah Resulü deyir ki, sallallahu aleyhi və aleyhi və səlləm, deyir, mən özümün sünnəsini qoyuram sizə və Raşidi xəlifələrim. Sən nə deyirsən? Açıq aydın deyir də, elhamdülillah, yəni bu dəlillər kifayət etmir. Bu dəlillər kifayət etmirmi? Etmirsə deyin, etmir. Bunlar bizə lazım deyil. Silin də bunu, bütün kitablardan silin. Gücünüz satmazaq. 5-10 ildir sizin çıxdığınız müddət Azərbaycanda. Saudiyədə də olar, olmaz, Allahu aləm. Bu bir yabırsılıqdır bu fikirlər. Tövbə edin. Bu qədər dəlillər gəldikdən sonra tövbə edin. Tövbə etmək ar deyir, fəzilətdir, şərəfdir. Elhamdülillah. Sonra sahabələrdən nümunələr gətirmək istəyirəm. Buxaridə keçən və Müslimdə səhih hədisdir. Buxari 1399, Müslim 20. Səhih hədisdə nə deyir? O sahabələrin icmasından danışır. Əbu Bəkr radiyallahu anhunun zəkat məsələsi. Sahabələr icma etdi, icma etdi ki, zəkatı verməyənlərlə döyüşmək vacibdir. İcma etdilər. Bu bir. İkinci, xəlifələrin seçilməsində icma ilə seçildi. İcma yoxdur, icma lazım deyil. Hamısı icma ilə baş verib. Osman radiyallahu anhunun Quran-ı Kərimin nüsxələrinin yığılması. Bütün sahabələr icma etdi. 7 il rəy razılaşdı. Bu icmanın hüccət olduğuna ən böyük sübutdur ki, icma ilə bu məsələləri yerinə yetirirlər. Bizdən böyük, bizdən fəzilətli adamlar. Biz onların yanında heç kimik. Peyğəmbəri görmüş adamlardır. Aleyhissalatu vesselam. Bunu da Buxari gətirir. 4987. Sonra Əli radiyallahu anh'ın xavariclərə qarşı döyüş savaşması. Yəni bunu Buxari gətirir. 3611 nömrəli hədis. Sahabələrin ittifaqı ilə bu savaş icra olundu. Bu döyüş icra olundu. Başladıldı. İcma ilə. İcmadan danışır bütün dəlillər. Siz nədən danışırsınız? Nəyi qoyub nəyə axtarırsınız? Oturmuşsunuz orada əhkam kəsirsiniz. Siz bunlardan üstünsünüz. Yoxsa biz üstünük. Biz bunlara tabi olmalıyıq da. Bacardığımız qədər. Bacardığımız qədər. Baxıram deyirlər ki, bunlar yalandan sələf deyirlər. Sələfə tabi deyirlər. Onlar deyir bizə. Sələf nə edir onu etmirlər. Qardaş, sənə demirik ki, sələf nə edir onu et. Dur dəvə ilə həccə get. Dur dəvə ilə həccə get. Demirik sənə. Və ya Quranı götür taxtalara yaz, oxu. Bunu da demirik. Bacardığımız qədər, başa düşürsünüz, bacardığımız qədər onlara tabi olmalıyıq. Yeni bir fikirlər ortaya çıxara bilmərik. Necə ki, bu məzhəb fəlakəti, yeni bir fikirlər çıxartdılar. İmam Əbu Hanifə, İmam Şafi, İmam Əhməd, İmam Malik. Bunlar gördü də alim idi. Allahın ayələrini oxudular. Gördülər ki, Allah deyir ki, dinlərini bölüb firqələrə ayrılanlarla sənin işin yoxdur. Onların sonu əbədi cəhənnəmdir. Acınacaqlı durumdur. Yəni firqələrə bölünmə. Heç İmam Əhməd, Malik, Şafi, İmam Əbu Hanifə məzhəb qurardı. Yox, bunlar özləri qurdular. Onun adlarına nisbət edərək yalandan addır o. İçində Əşari, Maturidi, nə bilim, nə gəldi? Sufi, Mufi, Nakşibəndi, belə. Onlar bir zəlalət, sizdə bu cür. Bu da bir biabırçılıq, bu da tezə çıxmış bir biabırçılıq. Özünüz onu rədd edirsiniz, özünüz də başqa bir şey, sistem çıxartmışsınız ortaya. Nəysə, sonra sələf alimlərindən dəlillər gətirirəm. İmam Şafi. İmam Şafiyə düşmən oldunuz, çünki çox adını eşitdiniz. İmam Şafi Ar-Risalədə səhifə 473-də nə deyir, bax. Onu qısaca o dediyini oxuyacam. Uzatmıram, məsələ uzanmasın. Deyir ki, İcma'ul muslimin hüccətun qatiyyə. İcma'ul muslimin hüccətun qatiyyə. Müsəlmanların icması qəti hüccətdir. İndi gəldik bura. A'immətil İslam və bir yerdə gəlir ki, uləmə-i muslimin. Müsəlmanlardan deyir, nümunə, alimlərin icması. Ayırır, alimlərin icması, hamının icması yox. Burada qarışdırmayın. Alimlərin icmasını ayırdı. Bir məsələdə alimlərin icması, bir məsələdə yekirlə ümumi. Və burada ayırır. Hər yerindən duran nə dediyi yox. Yəni bunu başa düşürük ki, ümmətin icması deyəndə İmam Şafi ayırır, deyir, ümmətin içindən bilənlərin icması. Başa düşənlərin, fəhm edə bilənlərin, bu dini anlaya bilənlərin icması, ittifaqı. Budur hüccət. Qati icma. Buna deyilir. Sonra Şeyxülislam İbn Teymiyyə rahiməhullah. Şeyxülislam İbn Teymiyyə rahiməhullah. Mücəddid, müfəssir, mühaddis,
Mufti, Allama, Şeyhül İmam, Şeyhül İslam nə deyir? İbn Teymiyyə görə nə deyir? Deyir, mən ənkərəl icmə fəhuvə mübtədi'un dəllə. Kim icmanı inkar edərsə, o bidətçidir və azğındır. Mən demirəm, qardaş, mən sizə çapıq, kafir, heç nə demirəm. Təkfir etmirik, o heç. Sapıq demirəm, mən alimlərin dediyini deyirəm. Alimlərə gedin nə deyirsə, mən heç nə demirəm. Onlar deyəni sizə dəlil kimi sunuram. Onlar deyir ki, kim icmanı inkar edərsə, həmən kəslər bidətçidir, sapıqdır və azğındırlar. Nə deyəcəksən? İbn Teymiyyədən üstünsən? Bu dində İbn Teymiyyə qədər nəsə eləmirsən və ya sən, ya mən və ya başqası və ya filan kəs. Yox. Açıq aydın dəlillərdir, dəlillər. Bundan o tərəfə nə dəlil? Bundan o tərəfə nə dəlil? Qardaşlar, qısa nəticə, Quran deyir ki, möminlərin yolundan çıxmaq zəlalətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm də deyir ki, ümmət zəlalət üzərində birləşməz. Səhabələrin əməli və Quran-ı Kərimi toplamaqdan tutmuş, xavaricə qarşı döyüşməyə qədər, xəlifə seçilməyə qədər icmanın hüccət olduğunun canlı nümunəsidir bu məsələlər. Və buna biz şahidik. Peyğəmbər də bizim üzərimizdə şahiddir. Aleyhissalatu vesselam. Kim icmanı rədd edirsə, o Quranı da, sünnəni də inkar etmiş olur. İmam Şafii və Şeyxülislam İbn Teymiyyə bunu belə deyir. Bu kəs bidətçidir və dinin ipi onun üzərindən ayrılmışdır. Necəsi səhih hədisdə bu gəlmişdir, varid olmuşdur. Fərqli şəvahidlərlə, turuqlarla. Elhamdülillah. Allah islah etsin qarşı tərəfi də. Allahdan bağışlanma diləyirik, bizə də onlara da. Allah əff etsin. Bizə düşən nədir? Yəni biz o bir təriqətlər kimi lənət əhli deyilik, bu birlər kimi qarğış əhli deyilik. Biz yalnızca bağışlanma diləyə bilərik. Allah sizi də əff etsin, bizi də əff etsin. Nə doğru şey danışdımsa Allahdandır, Allahın izni ilədir. Mən heç kiməm, yəni Allahın verdiyi izindir və onun ilə yaxında aldığımız elm, apardığımız dəvətin nəticəsidir. Mən öz başıma heç bir şey edə bilmərəm. Allahın köməyi ilə edirəm, nə edirəmsə, həmd olsun Allaha. Elhamdülillahi Rabbil alemin. Allah bizləri eşidib faydalananlardan etsin. Allah bizləri bağışlasın və bizi eşidib itaət edənlərdən etsin. Və qarşı tərəfədən də istəyirəm ki, bax, rica edirəm ki, bu dəlilləri diqqətlə oxusunlar və varsa cavabları versinlər. Yoxdursa da üzələ bilər. Mən boyuma düşəni etdim. Nəstəğfiruka və nətubu ileyh. Vəlhamdülillahi Rabbil alemin.